Şamaxı rayonu ərazisində torpaq sürüşməsi baş verib. Hadisə Cavanı Əngərxan avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb. Hadisə nəticəsində yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun təqribən 30 metrlik hissəsini sıradan çıxarıb. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğanlar əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb. Yerli sakinlərin sözlərinə görə sürüşmə hər gün daha da aktivləşir. Son günlər müşahidə olunan intensiv yağıntılar bu prosesi daha da sürətləndirib. Əraziyə baxış keçirən yol idarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər. Sürücülərə maksimum ehtiyatlı olmaları, mümkün olduqda isə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin sahə rəisi Şahin Rəcəbov bildirib ki, sürüşmə ilə bağlı idarənin əməkdaşları əraziyə baxış keçiriblər. Hazırda təhlükəli ərazilər lentlə işarələnib. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Yaxın günlərdə həmin ərazidə bərpa işlərinə başlanılması planlaşdırılır deyə o bildirib. Qeyd edək ki, Şamaxı torpaq sürüşmələrinin tez-tez baş verdiyi seismik aktiv zonada yerləşir. Hazırda ərazidə müvafiq qurulma tərəfindən monitorinq işləri aparılır və vəziyyət nəzarətdə saxlanılır.